Salam əziz şagirdlər. Bugün natural ədədlərin ikinci bölməsini izah edəcəm. Birinci bölməni izah etmişəm. Kanalda var. İzləmək istəsəz keçib baxa bilərsiniz. Başlayaq birinci sualdan. Birdə deyir ki, fərq azalandan 147 vahid kiçikdir. Çıxılanı tap. Biz bilirik ki, fərqin ümumi şəkildə yazılışı belə olur. Azalan, çıxılan, fərq. Birinci sual əslində şifahidir. Yəni şifahi birbaşa cavab görünür. Cavab 147-dir. Yazılışı necə olmalıdır? Fərq azalandan 147 vahid kiçikdir. İndi bunu yaddan çıxaraq. Cümlədə deyir ki, fərq azalandan 147 vahid kiçikdir. Yəni azalandan 147 çıxanda fərq alınır. Yəni bunu demək istəyir. Fərq azalandan 147 vahid kiçikdirsə, onda azalan fərqdən 147 vahid böyükdür. Onda azalandan 147 çıxanda təbii ki, fərq alınmalıdır. İndi bunu yazanda hər iki bərabərliyə baxıram. İkisinin nə fərqi var? Çıxılanın yerinə 147 yazılması. Deməli, çıxılan elə özü 147-dir. Ya da məntiqlə fikirləşirik ki, fərq azalandan 147 vahid kiçikdirsə, deməli, azalandan 147 çıxıblar ki, fərq 147 vahid kiçilib. Yəni, belə məntiqlə də tapmaq mümkündür. Düzgün cavab oldu B. İkinci sual. Rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tap. İndi, yadda saxlayırıq ki, rəqəmləri müxtəlif olan deyir burada. Müxtəlif deməsəydi, ən böyük deyirsə, ancaq 9-ları götürməliyik. Ən kiçik deyirsə, birdən sonra təbii ki, sıfırlar götürməliyik. Yəni, neçə rəqəm deyirsə, onu tamamlayırıq. Amma rəqəmləri müxtəlif deyirsə, ən böyük deyirsə, 9-u yazıram başda. Böyük deyirsə, 9-dan başlamalıyıq. İkinci 9 yazmaq mümkün deyil, müxtəlif deyir. Onda 8, 7, 6 və s. yazıb tamamlayırıq. Yəni, rəqəmləri müxtəlif olan ən böyük 4 rəqəmli ədəd 9876-dır. Ən kiçik ədəd. İndi fikirləşə bilərsiniz ki, ən kiçik ədəddə 1, 2, 3, 4 yazaq. 1234 olsun. Kim ki, burada 2 yox, 0 fikirləşdi. Deməli, 1, 0, 2, 3. Onlar düz fikirləşib. Rəqəmləri müxtəlif ən kiçik 4 rəqəmli ədəddir. Təbii ki, 0-la başlamaq olmaz. Ədəd 0-la başlamır. Yəni 0, 1, 2, 3 yazılışı düzgün deyil. Bu 1 ilə 0-ın yerini dəyişirik. Olur 1, 0, 2, 3. Yəni 1023. Əvvəldə 0 gəlməz, amma ikinci rəqəm 0 ola bilər. Ən böyük 9876, ən kiçik 1023-dür. Bu ədədlərin fərqini tap deyirsə, cavab olur 8853. E variantı. Növbəti sual 3. 1 üstəgəl 3, 5, 19. Bunların cəmi A olarsa, cəmini A ilə ifadə et deyir. Birinci burada ardıcıllığı görməliyik. Oxşarlıq var. Yuxarıda 1, 3, 5, nöqtə, 19 yazıb. Aşağıda da 2221 oxşardır. 1 yazılıb, sonra 3 yazılıb, 5 yazılıb. Ən axırda 39 var. Yəni, oxşarlıq var. Üçüncü sualda nə edirik? Ümumiyyətlə, bu tip suallarda, yəni bir ifadəni A ilə yazıb, digər ifadəni A ilə əvəz et desə, biz çalışmalıyıq ki, aşağıdakı ifadədə yuxarıdakı ifadəni almağa çalışmalıyıq. Yəni, aşağıdakı ifadədə yuxarıdakını yaratmalıyıq. Belə deyim. 2221-i 2220 üstəgəl 1. Belə yazmaq olar. 2223-ü 2220 üstəgəl 3. Sonra eyni şəkildə 2220 üstəgəl 5 üstəgəl 2220 üstəgəl 39-un əvəzinə yazıram. 2220 üstəgəl 19. Bərabər.
İndi burada nəyə baxırıq? Fikir versəz 1, 3, 5, nöqtə nöqtə 19. Bu bizə nəyi verir? Bu bizə verir A-nı. Ona görə yuxarıdakı ifadəni aşağıda yaratmalıyıq ki, A ilə əvəz edək. Üstə gəl. Geriyə nə qaldı? Geriyə qaldı 2220-lər. Neçə dənə 2220 var? Həmin sayı tapmaq üçün biz burada 1, 3, 5, nöqtə nöqtə 19 buradakı rəqəmlərin sayını tapmalıyıq. Düzdür, 19-a qədər az ədəd var. Bir-bir sayıb tapa bilərsiniz. 1-dən 19-a qədər tək ədədlər. Amma 19 yox, orada 39 da ola bilər. Daha böyük ədədlər ola bilər. Onda tapılma qaydasını bilməliyik. İndi aşağıdan tapılma qaydasını yazaq. 1, 3, 5, nöqtə nöqtə 19. Təbii ki, bu mövzunu keçməmişik. Bu ədədi silsiləyə aiddir. Ədədi silsilə. Ədədi silsiləyə aiddir. Ədədi silsilə nə idi? Hər dəfə eyni bir ədədi gəlməklə növbəti hədd alınır. Hər dəfə üstünə 2 əlavə edib yazıblar. Burada n-in tapılma qaydası var. Yəni hədlərin sayının tapılma qaydası var, düsturu var. Sonuncu həddə deyirik AN, çıxıram birinci həddi, bölürəm D-yə. D adlanır burada silsilə fərqi. Silsilə fərqi adlanır. Üstünə də gəlməliyəm 1-i. Qayda budur. Yəni müəyyən bir ardıcıllıq görsəz, ədədi silsilə görsəz, hədlərin sayını tapmaq üçün sonuncu həddən birinci həddi çıxmalısınız. Bölməlisiniz silsilə fərqinə. Silsilə fərqi burada artımı göstərir. Hər dəfə 2 vahid artır. Silsilə fərqi 2-dir. Deməli, bərabər. Sonuncu hədd 19, birinci hədd 1, böldüm artıma, yəni 2-yə. 2 vahid artır hər dəfə silsilə fərqinə. Üstə gəl 1. 18 bölü 2. 9 üstünə 1 gələndə alınır 10. Yəni bir-birdə saya bilərdik burada. Bu çünki azdır. 1, 3, 5, 7, 9 və s. 19-a qədər sayırıq. 10 dənə ədəd var. İndi qayıdırıq yuxarı. 2220-lərin sayı 10 dənədir. Vururam 10-a. Cavab olur A üstə gəl 22200. 22200. Aha. Deməli, düzgün cavab oldu C variantı. İndi növbəti sual. Gəlin başda elə sayını tapaq. 4. Dördüncü sual. 3, 7, 11, nöqtə nöqtə və 27. Sayını tapaq. Sayın düsturu bərabərdir. AN, yəni sonuncu hədd 27 birbaşa yazıram. Çıx birinci hədd, böl silsilə fərqi. Hər dəfə 4 vahid artır. Silsilə fərqi 4-dür. Üstə gəl 1. 24 böl 4. Üstə gəl 1 bərabər. 6 üstə gəl 1 oldu 7. Deməli, burada 7 hədd var. 7 həddimiz var. İndi davam edək. Aşağıdakı ifadəni 233-ü yazıram. 230 üstə gəl 3. Üstə gəl 237-nin əvəzinə 230 üstə gəl 7. 241-in əvəzinə 230 üstə gəl 11. Üstə gəl və axırıncı hədd 257 əvəzinə yazıram. 230 üstə gəl 27. Bərabər. Deməli, buradakı 3, 7, 11, nöqtə nöqtə 27. Bax, bunların cəmi bizə verir A-nı. Çünki şərtdə verib bunu. Bərabərdir A. Və 230-ların sayı da yuxarıda tapmışıq 7. 230-u vururam 7-yə. Bərabər. A üstə gəl. Deməli, 0, 1, 15. Yoxsa 16. 16.
Cavabımız oldu A üstəgəl 1610. Düzgün cavab oldu E variantı. Növbəti 5-ci sual. İki natural ədədin cəmi 474-dür. Onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Deməli, 2 dənə natural ədəd var. Hələ ki bilmirik bu ədədləri. Bu ədədləri toplayanda bizə verir 474. Deyir ki, onlardan birinin axırıncı rəqəmi 1-dir. Fərz edək ki, bu birinci ədədin axırıncı rəqəmi 1-dir. Əvvəli bilinmir. Əvvəlində x də ola bilər, yəni bir rəqəm də ola bilər, xy də ola bilər, xyz də ola bilər. Bunu bilmirik. Deyir ki, onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Yəni bunu silsəm, bu qabaqda nə yazırsa, tutaq ki, x1 ədədi idi, digər ədəd alınır. Yəni bu x imiş. Və ya bu xy olarsa, bu da xy olmalıdır. Yəqin ki, başa düşdünüz. İndi, bəs burada nə olmalıdır? X, yoxsa xyz? İndi onu fikirləşək. Əgər burada x olsa, birinci ədəd oldu x1 ədədi, biri silirəm, qalır x. İndi fikirləşirəm, bu 2 rəqəmli ədəddir, bu da rəqəmdir. 2 rəqəmli ədədin üstünə rəqəm gələndə 474 alına bilməz. Və rəqəmlərin sayını artırıram. Fərz edək ki, birin qabağında xy var. Xy 1 ədədindən 1-i atsam, qalır xy ədədi. İndi fikirləşirəm, 3 rəqəmli ədəddir, üstünə 2 rəqəmli ədəd gələndə 474 ola bilər. Bu məntiqlidir. 3 rəqəmli olsaydı, yəni xyz1 ədədi üstəgəl 1-i atıram, qaldı xyz ədədi. Bunun 474 olması mümkün deyil. Çünki 4 rəqəmli ədəddir, üstünə 3 rəqəm gələndə 3 rəqəmli ədəd alına bilməz. Deməli, toplananların biri 3 rəqəmlidir, digəri isə 2 rəqəmlidir. Bunu düzəldəndən sonra başlayırıq hesablamağa. İki formada hesablamaq olar. Birincisi, daha rahat üsul, alt-alta toplamaq. İki üsulla bunu hesablayaq. Birincisi, xy1 ədədi üstəgəl xy ədədi bərabər imiş 474-ə. Alt-alta toplayırıq. Birin üstünə y gələndə 4 alınıb. Deməli, y-in qiyməti 3-dür. Sonra, burada y 3-dürsə, üstünə x gələndə 7 alınıb. Deməli, x-in qiyməti də 4-dür. Yəni, bu üsul daha rahatdır. Burada 4 olsa 4 düşür aşağı, alınır 474. Bu da düzgün olur. Aha. Deməli, x-imiz 4-dür, y-imiz 3-dür. Bizə deyirdi ki, bu ədədlərin fərqini tap. İndi yerinə qoysaq, 3 ilə 4-ü burada yerinə qoysaq, xy1 ədədi olur 431, digəri də 43 olur. Bunların deməli fərqini tap deyir. 11-dən 3 çıxanda 8, 8, 3. Cavab olur 388. Bu birinci üsul. İkinci üsulla yazmaq üçün xy1 və xy ədədlərini açılışını yazmalıyam. xy1-in açılışı 100x üstəgəl 10y üstəgəl 1-dir. Üstəgəl xy2-in açılışı 10x üstəgəl y-dir. Bərabərdir 474-ə. Sonra növbəti addım. X-ları 1, y-ləri 1 toplayıb sadələşdiririk. 100x-in üstünə 10x gələndə 110x üstəgəl 10y üstəgəl y 11y bərabərdir. Biri də atıram sağ tərəfə, qalır 473. Daha sonra hər tərəf 11-ə bölünür. Hər tərəfi bölürəm 11-ə. Alınır 10x üstəgəl 1y bərabərdir 43-ə. İndi yadımıza salaq. 10x üstəgəl y nə idi? Aha, indi bəziləri deyir ki, xy-dir. Bəli, bunu deyənlər düz deyir. Bərabərdir 43-ə. Deməli, x
4'dür, y-də 3'dür. Buradan aydın görünür. Aparıb yerinə qoyuram. Biri olur. Deməli, tərsini almışıq da biz. Yoxsa düz. Hə. Biri olur 431, digəri olur 43. Bunları çıxanda yenə eyni cavabı alırıq. Belə. Hansı üsul daha rahatdırsa onunla işləyərsiniz. Təbii ki, birinci üsul daha rahatdır. Alt-alta toplamaq. Növbəti sual 6. Gəlin 6-nı elə birinci üsulla birbaşa yazıq. 2 natural ədədin cəmi, 2 dənə natural ədəd var. Bunları toplayanda bizə verir 465. Deyir ki, onlardan birinin axırıncı rəqəmi 3'dür. Birinci ədədin axırı 3 olsun. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Yəni, bu əvvəldə yazılan hissə ikinci ədədin özünü verməlidir. Yenə eyni formada oldu. Cəm 3 rəqəmli ədəddirsə, burada 3 rəqəmli, burada 2 rəqəmli olmalıdır. Əks halda cəm 3 rəqəmli ədəd olmur. Yenə bunu alt-alta yazsaq, x, y 3 ədədi üstə gəl. X, y ədədi bərabərdir 465-ə. 3-ün üstünə y gələndə 5 alınıb. Deməli, y-imiz 2-dir. Y 2-dirsə, üstünə x gələndə 6 alınıbsa, deməli, x-imiz nədir burada? X-imiz də 4-dür. Sonra 4 aşağı düşür. Elə 4 olaraq yazılır. Deməli, düzdür ifadə. Yerinə qoysaq, x, y-in yerinə 4 və 2 yazsaq, 423 və 42 alınır. Bizə deyir ki, bu ədədlərin yenə fərqini tapdır. Çıxırıq alt-alta alınır 381. Düzgün cavab olur D variantı. Növbəti sual 7. Hə, burada çoxu səhv eləyə bilər. Bir şeyi gözdən qaçıra bilər. Deyir ki, ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-dur. Ardıcıl ədədlər deyirsə, birinci ədədə n desək əgər, ikinci ədəd təbii ki, n üstəgəl 1 olmalıdır. Üçüncü ədəd n üstəgəl 2 olmalıdır. Və s. belə davam edir. Bizə deyir ki, ardıcıl 100 natural ədəd təbii ki, axırıncı olmalıdır n üstəgəl 100 eləmi? Aha, bax, çoxu burada səhv eləyir. Kim burada n üstəgəl 99-u fikirləşdirsə, deməli o əjdahadır. Əjdahadır. Çünki birinci ədəd bizə verilib n. Növbəti ədədlərə baxırıq. 1, 2, 3, 4, 99-a qədər var. Bu n ilə bir yerdə 100 alınır. Belə. Ədədləri yazdıq. İndi baxırıq davamına. Deyir ki, ən kiçik və ən böyüyünün cəmi ən kiçik n-dir. Ən böyük də n üstəgəl 99-dur. Bunların cəmi 559. 559-dur. Bu ədədlərdən ən kiçiyi, yəni bizə deyir ki, n-i tap. Tənliyi aldıq, həll edib n-i tapırıq. 2n üstəgəl 99 bərabərdir 559-a. 2n bərabərdir 460-a. N də bərabərdir 230-a. Cavab 230-dur. C variantı. Əslində bunları yazmağa ehtiyac yox idi. Yəni, əgər şərti axıra qədər oxusaydıq, heç bunu yazmazdıq. Nəyə görə? Ardıcıl 100 natural ədəd deyirsə, məsələn, 100 natural ədədi yazanda belə yazırıq da, başdan yazacaq olsaq. 1, 2, 3 və s. 100. Ardıcıl 100 natural ədəddən ən böyüyü ilə ən kiçiyinin fərqi 99-dur. Yəni, 99 vahid böyükdür. Böyüyü kiçiyindən 99 vahid böyükdür. Yəni, birinciyə n desəm, onda fikirləşirəm ki, axırıncı olmalıdır n üstəgəl 99. Bunları toplayıb birbaşa 559-a bərabər etmək olar. Yəni, belə fikirləşmək də olardı. Sonra növbəti sual 8. Ən böyük 4 rəqəmli natural ədədlə. İkinci suala oxşardı. İkinci sualda deyirdi ki, rəqəmləri müxtəlif olsun. Burada elə söz yoxdur. Ən böyük 4 rəqəmli deyirsə, bütün rəqəmləri 9 götürməliyəm. Ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi. Yenə 9'lar götürməliyəm. 99-da ən böyük 2 rəqəmli ədəd.
Ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqini tapaq. Alınır 9900. Ən böyük 1 rəqəmli ədəd natural ədəddən neçə dəfə böyükdür? Ən böyük 1 rəqəmli natural ədəd 9-dur. Neçə dəfə böyükdür deyirsə, bölürəm, alınır 1100. Belə, düzgün cavab B variantı. 9-cu sual. Ən böyük 5 rəqəmli natural ədədlə oxşar sualdır. Yenə yazıram. 99900. 99999. Ən böyük 2 rəqəmli natural ədədin fərqi. Çıxıram 99-u. Alınır 99900. Fərqi tapdım. Deyir ki, bu fərq ən böyük 1 rəqəmli natural ədəddir. Ən böyük 1 rəqəmli natural ədəd 9-dur. Neçə dəfə böyükdür deyirsə, bölüb alıram 11100-ü. Cavab 11100 A variantı. Növbəti sual 10. 10-cu sual. 10-cu sual. Yuxarıda bir sual var idi. Deməli, 6-cı sual. 6-cı sualla 10-cu sual oxşardır bir-birinə. 6-cı sual nisbətən asandır buna baxanda. Burada baş qarışdıran 6 və 7-dir. İndi gəlin bu şərti diqqətlə oxuyaq. Məsələni qurmağa çalışaq. Deyir ki, cəmi 2500 olan 2 natural ədəd. Yenə 2 ədəd götürürəm. Bilmirəm hələ ki, nədir bu ədədlər. Bu 2 ədədi toplayanda bizə verməlidir 2500. 2 natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib. Yəni, birincinin sonuna 7 rəqəmi əlavə etsək deyir. Yəni, bunun sonunda 7 rəqəmi yoxdur əslində. Əlavə etsək deyir. Yəni, yazmıram. Lap üstdən yazıram 7. Yəni, bunun sonunda 7 yoxdur. Əlavə etsək. Digərinin sonundan 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olar. Deməli, beynimizi çalışdırırıq. Deyir ki, buna 7 yazsam sonuna, buradan 6-nı silsəm, alınan ədədlər bərabər olar. Deməli, bunun sonunda 6 var imiş. Yəqin ki, bunu başa düşdük. Yəni, ikinci ədədin sonunda 6 var. Birinciyə 7 əlavə etsəm, gəl indi birinciyə 7 əlavə edək. Buna 7 əlavə etdim. İkincidən deyir ki, 6-nı sil, alınan ədədlər eyni olacaq. Deməli, bu 6-dan əvvəl də 7 var imiş də. Bir də deyim. Deyir ki, birinci ədədin sonuna 7 əlavə et, ikincidən 6-nı sil, alınan ədədlər eyni olsun. Hər ikisində sonda 7 qaldı. Yəni, eyni ola bilər. Deməli, ikinci ədədin sonunda 76 var. Yəni, birinci ədəddə sonda hələ ki, heç nə yoxdur. Hələ onu yazmamışam. Bu ədədlər eyni olar deyir. İndi, bayaqki sual və 6-cı sualda olduğu kimi fikirləşirəm. Bu qabaqda bir dənə x ola bilər və yaxud xy ola bilər, xyz ola bilər. İndi onu araşdırmalıyam. Hansı ola bilər? Birinci x-i fikirləşək. Yəni, bir rəqəmin olması. X olsa, bu olur 3 rəqəmli. Bu isə rəqəm olur. Yəni, bir dənə qiymət var. Bir rəqəmli ilə 3 rəqəmli ədədi toplayanda 4 rəqəmli ədədi verməz. Əslində verə bilər. Amma 2500-ü verməz. Sonra, deməli x deyilmiş. X-i silirəm. Yazıram xy. İndi bir də belə yoxlayaq. Olmasa xyz olmalıdır. İndi baxıram. Bu 4 rəqəmli ədəddir. Bu da 2 rəqəmli ədəd. Bunları toplayanda təbii ki 4 rəqəmli ədəd verə bilər. Deməli, belə olmalıdır. 3 rəqəmli götürsəydim, bu olacaqdı xyz ədədi. Bu da xyz 76 ədədi. Bu 5 rəqəmli olduğu üçün üstünə bunu gələndə təbii ki 5 rəqəmli ədəd alınmalıdır. Yəni 2500-ü yenə verə bilməz. İfadəni qurduq. İndi bir də şərti yoxlayaq ki, düzdür yoxsa səhvdir. Deyir ki, birincinin sonuna 7 əlavə et. Əlavə etdim. İkincidən 6-nı sil. Sildim.
Alınan ədədlər bərabərdir. Bəli, hər ikisində x, y 7 ədədi qaldı. Deməli, düz qurmuşuq. Bundan sonra başlayırıq ifadəni sadələşdirməyə. 6-cı sualda olduğu kimi bunları həm alt-alta toplamaq olar, həm də açıb sadələşdirmək olar. Hər iki üsula baxaq. Birinci üsul alt-alta toplayaq. X, y 76 ədədi üstəgəl x, y ədədi bərabərdir 2500. 6-nın üstünə y gələndə 0 alınıb. Yəni 10 alınıb. Deməli y 4-dür. Sonra 7-nin üstünə bir də ki 6-nın üstünə 4 gəldik. 10 alındı. 1 yaddadır. 1-i yadda saxlayırıq. 7-nin üstünə x gəliblər. 1-i də yaddaydı. Yenə 10 alınıb. Deməli x nədir? X təbii ki burada 2-dir. 7-nin üstünə 2 gələndə 9, 1-i də yaddaydı, oldu 10. 0 yazdım. İndi davamını yoxlayaq. Y 4 idi. Oldu 5, çünki 1 yaddaydı. 10 alınmışdı burada. X-də nə idi? X-də 2 idi, düzdür. Deməli, Y-imiz 4-dür, X-imiz 2-dir. Bizə deyir ki, həmin natural ədədlərdən kiçiyinin rəqəmlərinin cəmini tap. Kiçiyi XY ədədidir. XY ədədi. O da 24-dür. Rəqəmlərinin cəmi bizə verir 6-nı. Belə. Düzgün cavab 6-dır. İndi gəlin ikinci üsula da baxaq. İkinci üsulda onluq say sistemində açmalıyam verilən ədədləri. XY-in bu ədədin açılışı 10x üstəgəl y. Bu uzun üsuldur. Amma həmişə ödəyən üsuldur. Yəni belə də gedə bilərsiniz. XY 76 ədədinin açılışı. Min x üstəgəl 100y üstəgəl 76-nı elə bir yerdə yazıram. 76. Yəni 7 vur 10 üstəgəl 6 belə yazmağa ehtiyac yoxdur. Bərabərdir 2500-ə. X-ları 1 hesablayaq. 10x ilə 1000x topladıq. 1000 10x. Sonra 100y-in üstünə 1y gələndə 101y. 76-nı birbaşa atıram sağa. 2500-dən 76 çıxanda alınır 2424. Sonra hər tərəfi bölürəm 101-ə. Eyni 6-cı sualda olduğu kimi. Eyni addımlarla gedirik. 101-ə böləndə qalır 10x üstəgəl y bərabərdir 24 alınır. 10x üstəgəl y-də XY-in açılışıdır. XY bərabər 24 aldıq. Elə bizdən birbaşa bunu istəyirdi. Yəni kiçik ədədi XY istəyirdi. Rəqəmlərini toplayanda alınır 6. Gözəl. Çox gözəl. Gözəl misaldır. Növbəti misala baxaq. 11. 11-ci sualda deyir ki, ABS natural ədədləri üçün A-nı B-yə vuranda, yəni AB, A vur B deməkdir. Üstündə xət olsa AB ədəd deməkdir. Yəni A və B rəqəmlər olur. AB bərabərdir 23-ə və BC bərabərdir 11-ə. Bizə deyir ki, A və B natural ədədlərdir. A və B naturaldırsa və hasili 23-dürsə, 23 bildiyimiz kimi sadə ədəddir. Yəni 23-ün vuruqları 23 ilə 1-dir. 11 də sadə ədəddir. 11-in vuruqları isə 11 ilə 1-dir. İndi fikir versəz, hər ikisində B var. Hər ikisində. Deməli, B burada nədir? 1-dir. Çünki hər ifadədə 1 var. A-nın qiyməti 23-dür. B-nin qiyməti 1-dir. C-nin qiyməti isə 11-dir. Bizə deyir ki, bunların cəmini tap. 23 üstəgəl 1 üstəgəl 11 bərabərdir 35-ə. Cavab oldu 35. İndi növbəti suala birbaşa burada baxırıq. Hər ikisində olan B-dir. B hər ikisində var. Deməli, B-nin qiyməti 1-dir. 1-i 19-a vuranda 19 alınır. 1-i 7-yə vuranda 7 alınır. A 19-dur. B 1-dir. C də 7-dir. Bunları toplayanda alınır 27.
Belə. Çox sadə suallardır. Sonra 13-cü sual. 13. 13-də deyir ki, x, y, z natural ədədlər 7y bərabər 8z və x bərabər 2z olarsa, x üstəgəl, y üstəgəl, z cəminin ən kiçik qiymətini tap. Bu tip sualları bilirik ki, k-larla əvəz etməliyik. Əvvəla bir şey deyim ki, 7y bərabər 8z yazırsa, y bərabər olur 8k-ya, z bərabər olur 7k-ya. Bunu yadda saxlayırıq. Yəni, iki hasil bərabərdirsə, həmin dəyişənlər, həmin istənilən bir dəyişən digər dəyişənin əmsalına bərabər olur. Yanına da k atırsınız. Yəni, y 8k-dır, z isə 7k-ya bərabərdir. Əgər bir ifadə verilsə belə olur. Amma iki ifadə verilsə, indi fikir verin ikinci ifadəyə. İkinci ifadədə deyir ki, x bərabərdir 2z-ə. İndi bu ifadəyə baxsam, təbii ki, burada 1 var. 1. X bərabərdir z-in əmsalı, yəni 2k-ya. Z də bərabərdir. Z də bərabərdir. X-in əmsalı 1-dir, 1k-ya, yəni k-ya. İndi iki ifadə veriləndə əvəzləməni birbaşa eləsək, bu yanlış olur. Çünki indi fikir verirəm, hər ikisində z var da. Hər ikisində z var. Z birində 7k oldu, digərində isə z bərabər k oldu. Yəni, belə bir şey mümkün deyil. İki ifadədir, hər ikisində z var. Z eyni dəyişəndir, eyni ədəddir, amma müxtəlif qiymətlər alıb. Ola bilər belə bir şey? Ola bilməz. Onda nə edirik? Gəlin bunu silək, daha səliqəli şəkildə yazaq. Birinci həllinə baxaq bunun. Birinci həlli yazırıq. 7y bərabərdir 8z-ə. Dediyimiz kimi y olmalıdır. Aşağıdan yazıram birbaşa. Y olmalıdır. Z-in əmsalı 8k. Z də olmalıdır. Y-in əmsalı 7k. 7k. Yəni, bir ifadə verilsəydi, belə olmalıydı. Eyni şəkildə x bərabərdir 2z-ə. Bura 1 yazırıq. X bərabərdir z-in əmsalına 2k-ya. Z də bərabər olur x-in əmsalı, yəni 1k-ya. Ayrı-ayrı olsaydı belə olmalıydı. Amma ikisini bir yerdə verirsə, fikir veririk eyni olanlara, hər ikisində z var. Fikir verməliyik z-lərə. Z birində 7k-dır, digərində k-dır. Hər ikisinə əkob tapmalıyıq. 7k və k-nın əkobu, yəni ən kiçik ortaq bölünəni, hər ikisinə bölünən ədəd 7k-dır. Əkob və əbobda qayda var idi. Bir ədəd digərinə bölünərsə, böyüyü əkob olurdu. Yəni 7k və k-nın əkobu 7k-dır. Bu tərəf düzdür. Bu tərəfdə onsuz da 7k-dır. Digər tərəfdə k verilib. Deməli, bu tərəfi bütöv 7-yə vurmalıyam. Təkcə bunu yox, həm də 2k-nı. 7-yə vurandan sonra alınır. X deməli, x olur 14k. Z də olur. Z də olur 7k. Və düz gəlir. Nəticədə fikir verirsiniz. Y oldu 8k. Z oldu 7k. Hər ikisində 7k-dır, düzdür. X də oldu 14k. Yəni, bu şəkildə gedə bilərsiniz. Bu birinci üsul daha rahat üsuldur. İkinci üsulda göstərəcəm. Hansı sizə rahat gəlirsə, o üsulla hesablaya bilərsiniz. Bunları k-larla əvəz edəndən sonra, indi bizə deyir ki, x üstəgəl, y üstəgəl, z cəminin ən kiçik qiymətini tap. X üstəgəl, y üstəgəl, z-in ən kiçik qiymətini istəyir. X-imiz 14k-dır. Birbaşa qiymət də vermək olar. Ən kiçik qiymət deyirsə, k burada natural ədəd olduğu üçün, yəni k-ya 1 deyirsiniz. Bu olur 14. K-ya 1 desək, məsələn, y olur 8, z olur 7. Ya da birbaşa belə toplayıb
Y-imiz 8K-dır. Z-imiz 7K-dır. Bunları toplayandan sonra alınır 29K. Bu K-ya 1 deyirsiniz burada. K 1 olsa cavab olur 29. Çünki ən kiçik qiymətini istəyir. Düzgün cavab 29'dur. İndi ikinci üsulu necədir? Gəlin ikinci üsuluna da baxaq. 2. İkinci üsulda nə edirik? Hər iki ifadəni yazıram. 7y bərabərdir 8z. İkinci ifadə x bərabərdir 2z. Baxıram eyni olanlara. Burada 8z veriblər. Burada isə 2z veriblər. 8z ilə 2z-in əkobu nədir? Əkobu 8z-dir. Deməli, hər ikisi gəlməlidir 8z-ə. İkinci ifadəni vurmalıyam 4-ə. Alınır 4x bərabərdir 8z. Və bunları bir yerdə yazıram. Aha, bir yerdə yazırıq. Yəni 7y bərabərdir 8z-ə. 8z-də 4x-ə bərabərdir. Yəni bərabər 4x yazmaq olar. Yəni üçünü bir-birinə bərabərləşdirirəm. Yəni bərabərləşdirmək üçün eyni olan dəyişənin əmsallarını eyniləşdirməliyik. Yəni əkoba gətirməliyik. Ondan sonra üçünü bir-birinə bərabər etmək olar. İndi fikirləşirəm ki 7y, 8z, 4x bunlar bir-birinə bərabərdir. Və elə bir ədədə bərabər olmalıdır ki, bu ədəd həm 7-yə, həm 8-ə, həm də 4-ə bölünən bir ədəd olmalıdır. Yəqin ki, başa düşdük. Yəni 7, 8 və 4-ün əkobunu tapmalıyam. 8 və 4-ün əkobu 8-dir. Bir ədəd digərinə bölünərsə, bölünən olur əkob. Qayda. 8 və 4-ün əkobu 8 oldu. 7 ilə 8-in əkobu isə olur 56. Ardıcıl ədədlərdir, qarşılıqlı sadədir. Onların hasili. Yəni buraya yazıram 56K. Aha, deməli nə elədik? Z hər ikisində var idi. Z-in əmsallarını eyniləşdirdim. Yəni sağdakı ifadəni 4-ə vurdum. Sonra verilən 3 ifadəni bir-birinə bərabər edib əmsallarına əkob tapdım. İndi gəlin birinci x-i tapaq. X bərabər 4x bərabərdir 56K olarsa 56K-nı bölürəm 4-ə alınır 14K. Y bərabər 7y 56K-ya bərabərdirsə 56-nı bölürəm 7-yə olur 8K. Z-də də belə 8z 56K-dırsa 56-nı 8-ə böləndə olur 7K. Bu qiymətləri tapandan sonra ən kiçik deyirsə K-nın yerinə 1 yazanda birbaşa 14, 8 və 7-ni alıb daha sonra bunları toplamaq olar. Toplayanda yenə alırıq 29-u. Bu da ikinci üsuldur. İkinci üsul nisbətən uzundur. Məsləhət görürəm ki, burada birinci üsulu tətbiq edib misalı həll edin. İndi gələk 14-ə. 14-ü də yenə hər iki üsulla izah edəcəm. Baxıb özünüz qiymətləndirərsiniz ki, hansı daha rahatdır. Birinci üsula baxaq. Deyir ki, 4y bərabər olsun 7z-ə. Əvəz edək. Y 7K-dır. Rəngi dəyişək. Y 7K-dır. Z isə 4K-dır. Bura qədər rahat. İkincisi, x bərabərdir 3z-ə. Əmsalımız 1-dir. Deməli, x-imiz 3K olur. Z-imiz isə 1K olur. İndi eyni olana baxıram. Hər ikisində olan nədir? Hər ikisində Z var. Deməli, bu Z-lər eyniləşməlidir. Z birində 4K-dır, digərində isə K-dır. Deməli, sağdakı ifadəni, bu ifadəni bütöv 4-ə vurmalıyam, hər ikisini. 4-ə vuranda alınır 12K və K. 4K.
Sonra baxıram ki, x-imin qiyməti oldu 12k, x aşağıdadır 12k, x oldu 12k, y-imin qiyməti, y hanım, y buradadır, y oldu 7k, z-in qiyməti hər ikisində, fikir veririk, z-in qiyməti hər ikisində oldu 4k. Və ifadə düzəldi. Yəni, hər ikisində z-in qiyməti eyni oldu, müxtəlif deyil. K-lara 1 desək, x olur 12, y olur 7, z olur 4. K-ya niyə 1 dedik? Çünki bizdən ən kiçik qiymətini istəyir. K da natural ədəddir, qiymət veririk və 12, 7, 4-ü alırıq. Bizə deyir ki, x, y, z-in cəmini tap. Bunları toplayanda alınır. Deməli, 12 üstəgəl 7, 19, 23 alınır. Cavabım oldu 23. İkinci üsula da baxaq. İkinci üsulda yaddan çıxmasın. Deyir ki, 4y bərabərdir 7z-ə. X bərabərdir 3z-ə. Hər ikisində nə var? Hər ikisində z var. Birində 7z var, digərində isə 3z var. Bunların əkobu nədir? Yazıram əkob 7z 3z. Qarşılıqlı sadə olduğu üçün əkobları 21z-dir. Hər ikisi 21-ə gəlməlidir. Deməli, soldakı ifadəni vurmalıyam 3-ə, sağdakını vurmalıyam 7-yə. Vurandan sonra alınır 12y bərabər 21z. Sağdakında alınır 7x bərabərdir 21z. Və başlayıram k-larla əvəz etməyə. X olur 21k. K-ya 1 desəm alınır 21. Sonra y olur. Nəsə səhv getdi. Y oldu. Yox, niyə əvəz edirik? Birinci üsula ağlım getdi. Bərabərləşdiririk bunları. Başımız qarışdı. Bərabərləşdiririk. 7x 21z-ə bərabərdir. 21z-də 12y-ə bərabərdir. Yəni, bir-birinə bərabərləşdirir hamısını. 12y-ə, bu da bərabərdir 21z-ə. Bərabər. Deməli, fikirləşirik ki, 7x, 12y, 21z bu elə bir ədəddir ki, həmin ədəd 7-yə də, 12-yə də, 21-ə də tam bölünməlidir. 7 və 21-in əkobu 21-dir. Daha sonra 21 ilə 12-yə əkob axtarıram. 21 ilə 12-yə əkob axtarıram. Bu da olur. Səhv etmirəmsə 84 olur. 84 21-ə bölünür. Bəli, 12-yə də bölünür. Aha. Yəni 84k. İndi 7x bərabərdir 84k-dırsa, x bərabərdir 84-ü 7-yə böləndə 12k. Y bərabər 12-yə bölürəm indi. 12-yə böləndə alınır 7k. Z də bərabərdir 4k-ya. İndi yuxarıdakı qiymətlərə baxaq. Deməli 12k, 7k, 4k. 12k, 7k, 4k. Bunları da toplayanda alınır 23. Yəni birinci üsul daha məsləhətlidir. Birinci üsul olduqca rahatdır. Yəni k-larla əvəz edib sonra əkoba gətirmək daha rahat olur. Gördüyünüz kimi burada daha böyük qiymətlər alınır. Sonra keçək 15-ci suala. 15. A və B natural ədədləri üçün 4A üstəgəl 5B bərabər 90 olarsa, 5A üstəgəl 4B ifadəsinin ala biləcəyi ən böyük qiyməti tap. 5A üstəgəl 4B-nin ən böyük qiymətini tap. Bərabərdir sual işarəsi. Baxın, bu tip suallarda nə etməliyik? İlk nədən başlamalıyıq? 2 dənə toplanan var. Bizə deyir ki, 5A üstəgəl 4B-nin ən böyük qiymətini tap. Burada da bir ifadə veriblər. İndi mən bura baxıb fikirləşməliyəm ki, A-nın əmsalı daha böyükdür.
İndi nümunə kimi göstərirəm. Məsələn, A üstəgəl B olsun 5. İndi A burada 1 ola bilər, B 4 ola bilər. Bir də A 4, B 1 ola bilər, eləmi? Yəni A-nın ən kiçik qiyməti 1-dir, B-nin ən böyük qiyməti 4-dür. A-nın ən böyük qiyməti 4-dür, B-nin ən kiçik qiyməti 1-dir. Tərsinə. İndi 1 4-ü aparıb burada yerinə yazsam bu ifadədə. Görək nə alınır. İndi 1 4-ü yazsam 5 vur 1 üstəgəl 4 vur 4 bərabər 5 üstəgəl 16 alınır 21. İndi ikincisinə baxaq. A-nın yerinə 4 yazmalıyam. 5 vur 4 üstəgəl 4 vur 1 bərabər 20 üstəgəl 4 bərabərdir 25. Nə oldu? A böyük qiymət alanda ifadə daha böyük qiymət aldı. Yuxarıda 21 idi, aşağıda 25 oldu. Yəni bu təsadüfi deyil. Bu hardan alınır? Əmsaldan. 5A üstəgəl 4B-nin ən böyük qiymətini tap deyirsə, böyük əmsala baxırsınız. Fikirləşirsiniz ki, böyük əmsal A-nın qabağına yazılıb. Deməli, A böyük qiymət almalıdır, B isə kiçik qiymət almalıdır. Yəni, mən bu ifadədə, yuxarıda verilən ifadədə A-nın böyük qiymətini, A-nın daha böyük qiymətini tapmalıyam. Heç B-yə baxmaya ehtiyac yoxdur. Yəni, A-nı tapsam, onsuz da B-ni tapmış oluram. Desəydi ki, bu ifadənin ən kiçik qiymətini tap. Onda baxıram kiçik əmsala 4-ə. Onda B-nin böyük qiymətini tapmalıydım. Yəqin ki, aydın oldu. Çünki A-nın əmsalı daha böyükdür. Mən A-nın böyük qiymətini tapsam, 5-ə vuranda daha böyük qiymət alınır. B-nin əmsalı kiçikdir. Yəni, B-yə vuranda daha kiçik qiymət alınmalıdır və düz gəlmir. Yəqin ki, bu aydın oldu. İndi keçək. A və B-nin qiymətini yuxarıda tapaq. Buranı silək. Deməli, A-nın böyük qiymətini tapmalıyam. Gəlin, A-nı tapaq buradan. 5B-ni atıram sağa. 4A bərabərdir 90 çıx 5B. Və A bərabərdir 4-ə böləndə alınır 90 çıx B böl 4. Aha. Biz A-nın nəyini tapmalıydıq? Böyük qiymətini. A-nın böyük qiymətini tapmaq üçün 90-dan daha kiçik ədədi çıxmalıyam. Yəni 5B burada kifayət qədər kiçik olmalıdır. Yəni B-nin kiçik qiymətini axtarmalıyam. İndi B-yə 1 desəm, 90-dan 5 çıxanda alınır 85. 85 4-ə bölünmür. Yəni ola bilməz. Əslində bölünür. Tam bölünmür. Yəni 85-i 4-ə böləndə nə alınır? 85 böl 4 alınır 20. 1,5. Yəni kəsr olur. Amma şərtdə deyir ki, A və B tam ədədlərdir. Deməli, B-yə 2 deməliyəm. B-yə 2 deyəndə düz gələr. 5-i vurdum 2-yə. Deməli, A bərabər 90 çıx 5 2-nin 10 böl 4. 80-i 4-ə böləndə alınır 20. Deməli, B-nin qiyməti 2 olmalıdır, A-nın qiyməti 20 olmalıdır. Aparıb yerinə yazsaq, 5 vur A 20-dir. Üstəgəl 4 vur, B-nin qiyməti də 2. 100-ün üstünə 8 gəlirəm, olur 108. Düzgün cavab 108-dir. İndi 16. 16-ya baxaq. 16-da deyir ki, 6A üstəgəl 7B bərabərdir 103-ə. 7A üstəgəl 6B ifadəsinin ala biləcəyi yenə ən böyük qiyməti soruşur. Ən böyük qiyməti tap deyir. Yenə fikirləşirəm, ən böyük qiyməti tap deyirsə, böyük əmsala baxmalıyam. Böyük əmsalı böyük ədədə vuranda ifadənin qiyməti daha böyük olmalıdır. Yəni, A-nın mən böyük qiymətini axtarmalıyam. B-nin isə daha kiçik qiymətini axtarmalıyam. Yuxarıdan yenə A-nı tapıram. İndi birbaşa yazaq. A bərabər 103 çıx 7B. 7B-ni atıram sağa. 103 çıx 7B bölürəm 6-ya. İndi B elə bir qiymət almalıdır ki, 103-dən 7B-ni çıxıb 6-ya tam bölmək mümkün olsun. Gəlin B-yə 1 deyək. Görək düz alınır.
103-dən çıxmalıyam 7-ni, bölməliyəm 6-ya. 103-dən 7 çıxanda 96, 96 böl 6, hə bu da tam bölünür. Alınır 16. Deməli A-nın qiyməti oldu 16, B-nin qiyməti 1 oldu. Bunu gətirib yerinə yazsaq yuxarıda. Birbaşa yazıq. 7 vur A-nın qiyməti 16-dır. Üstə gəl 6 vur B də 1-dir. 7-ni 16-ya vuranda alınır 112. Üstünə də 6 gələndə alınır 118. Düzgün cavab 118-dir. Növbəti sual 17. 17 əvvəlki bölmədə var idi. Natural ədədin onluq sayı sistemində yazılışına aiddir. Açılmasını da demişəm keçən dərs. AB-nin açılışı, AB-nin açılışı. Gəlin birbaşa yazaq bunu. Birincisi, AB-nin açılışı 10A üstəgəl B-dir. BA-nın açılışı 10B üstəgəl A-dır. Qabaqda çıxma var. Hər ikisi çıxma olur. 10B mənfi 10B çıx A bərabərdir 3A çıx 2B. Sadələşdirək bunu. 10A-dan A çıxanda 9A, B-dən 10B çıxanda mənfi 9B bərabərdir 3A çıx 2B. İndi 3A-nı sola atsam çıxma olur, alınır 6A. Mənfi 9B-ni sağa atanda müsbət 9B, 2B çıxanda alınır 7B. A-ya deməliyəm 7K, bayaqki əvəz etmədi. B-yə isə deməliyəm 6K. K-nı buradan silmək olar. Çünki K-ya 2 demək olmaz. Sadəcə 1 demək olar. K2 olsa 14 ilə 12 alınır ki, bunlar da rəqəm deyil. A və B burada rəqəm olmalıdır. Belə, bu birincisi. İkincisinə baxaq. AB-nin açılışı 10A üstəgəl B bərabərdir 7A üstəgəl 6B. A-ları sola yığanda alınır 3A. B-ləri sağa yığsaq olur 5B. A olur 5. B olur 3. Yenə K yazmıram çünki 2 misli 10-dan 6-dır. Onu ala bilməz. Üçüncüsü. AB 5-in açılışı 100A üstəgəl 10B üstəgəl 5. AB-nin açılışı da yenə qabaqda mənfi var. Mənfi 10A çıx B olur. Bərabərdir 266-ya. A-ları hesablayaq 90A. 10B-dən B çıxanda müsbət 9B. 5-i də atıram sağa. Alınır 261. Hər tərəf 9-a bölünür. 10A üstəgəl B bərabərdir. 9-a böləndə nə alınır? 2, 9, 29. 10A üstəgəl B də AB-nin açılışıdır. Bərabərdir 29-a. Deməli, A bizdə 9-dur. A 2-dir. B isə 9-dur. Bütün qiymətləri tapandan sonra variantlara uyğunlaşdırırıq. A-da deyir ki, A çıx B 2-dir. Bu 2-yə uyğundur. A-dan B çıxanda elə bura yazaq. 2-yə A. 5-dən 3 çıxanda 2 alınır. A və B-ni toplayanda 9 alınır. Hansına uyğundur? 3-ə uyğun deyil. 2-yə uyğun deyil. 1-ə uyğun deyil. Heç birinə. A-dan B çıxanda 1 alınır. 1-ə uyğundur. 1-ə C. 7-dən 6 çıxanda 1. B-dən A çıxanda 7 alınır. 9-dan 2 çıxanda 7 alınır. 3 oldu. D variantı. Toplayanda 13 alınır. Belə bir variant var. 1-də. 1-ə oldu E. 1, CE, 2A, 3D. Belə, sadə sual idi. Əvvəlki bölmədə var idi bu. Keçdik ətraflıya. Ətraflıya aid 4 sualımız var. 18. 2 rəqəmli ədədin bilmirik ədədi götürək AB.
İki rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəmi yazılarsa, əvvəlinə və sonuna bir yazdıq, oldu 4 rəqəmli ədəd. Alınan 4 rəqəmli ədəd verilən ədəddə AB idi. 21 dəfə böyükdür. Onda kiçik ədədi 21-ə vurub bərabərləşdirmək olar. Bir ədəd digərindən 21 dəfə böyükdürsə, kiçiyini 21-ə vuranda böyüyünə bərabər olur. Həmin iki rəqəmli ədədi tap. Yəni AB bərabərdir sual. Açıb sadələşdirək. 1AB bir ədədi. Açılışı. Deməli, yazmalıyam 1000 üstəgəl 100A üstəgəl 10B üstəgəl 1 yazmalıyam. Elə bir yerdə yazmaq olar. 1001 yazaq. Üstəgəl A yüzlük mərtəbəsidir. 100A üstəgəl B də 10-luqdur. 10B. Bərabər. Bunu da birbaşa yazmaq olar. AB-nin açılışı 10A üstəgəl B-dir. Bunu da 21-ə vuranda olur 210A üstəgəl 21B. İndi sadələşdirək. A-ları ataq sağ tərəfə. Sağda alınır 110A. Elə B-ləri də sağa ataq. 110A yazmalıydım. 110A. 21-dən 10 çıxanda alınır 11B. Solda da qaldı 1001. Belə. Hər tərəf 11-ə bölünür. 11-ə bölək. 11-ə böləndə 91 solda alınır. Sağda alınır 10A üstəgəl B. Yenə eyni ifadə alındı. 10A üstəgəl B AB deməkdir. AB ədədi 91-dir. A 9-dur. B 1-dir. Bizə nə deyir? Hə, elə 91-i soruşur. Cavab 91. AB-ni tap deyirdi. Cavab oldu 91. Sonra keçdik 19-a. 19 da oxşar sualdır. Ona da baxaq. 2 rəqəmli ədədin əvvəlinə və sonuna 2 rəqəmi yazılarsa. Deməli, ədədimiz AB-dir. Əvvəlinə və sonuna 2 yazıram. 2AB 2 oldu. Əvvəlki ədəddən neçə dəfə? 32 dəfə böyükdür. Vur 32. Vur 32. Bərabər. Həmin 2 rəqəmli ədəd yenə AB-ni istəyir. Gəlin birbaşa yazaq. Yenə 2002 üstəgəl 100A üstəgəl 10B bərabər. AB-nin açılışı 10A var. 32-yə vuranda 320A üstəgəl 1B-ni 32-yə vuranda 32B. Sonra A-ları yığıram sağ tərəfə. Sağda olur 220A. B-də olur 22B. Bərabərdir 2002-yə. Belə. Hər tərəfi bölməliyəm 22-yə. 22-yə böləndə sağda alınır 10A üstəgəl B. Digər tərəfdə nə alınır? 9 dəfə desək 9 dəfə 8 91 alınır. 91. Deməli AB ədədi bərabərdir 91-ə. Belə. Cavabımız yenə 91. Eyni cavablar alındı. Nəhayət axırıncı suallar eyni tipli suallardır. Baxaq. 20. 50 manat pulu olan Akif biri 3 manatdan ən çoxu neçə kitab ala bilər ki? Bunu iki formada fikirləşmək olar. Biri məntiqlə birbaşa şifahi şəkildə tapmaq olar. İkinci üsulda qaydadır. Birinci qaydaya baxaq. Qaydanı öyrənək. Sonra məntiqi üsulunu deyim. Qayda necə olmalıdır? Deyir ki, Akifin 50 manatı var. Akif biri 3 manatdan ən çoxu neçə kitab ala bilər? Neçə kitab alır? Kitabı bilmirəm. X götürək sayını. Kitab sayı X olsun. Bir də kitabın qiyməti var. Qiymətdə 3 manatdır. Kitaba nə qədər pul verir? 3x verir də. Deyir ki, 50 manat pulu var idi. 50 manat pulu var.
3 manatdan x dənə kitab alır, x ədəd kitab alır. Yəni kitaba 3x manat pul verir. Qalan pulu olur 50 çıx 3x. Yəqin ki, başa düşdük. 50 kitab var idi. 3x-i 50 manat pulu var idi. 3x-ini kitaba verdi. Qaldı 50 çıx 3x. Bu oldu qalan pul. Qalan puldur. Deyir ki, qalan pulu 7 manatdan az olmasın. Az olmursa, deməli 7 manatdan ya böyükdür, ya da bərabərdir. Yəni belə ola bilər. Yəni qayda üsulu budur. Bərabərsizlik yazıb həll etməliyik. 7-ni sola ataq. Tənlik kimi həll edək bunu. 50-dən 7 çıxanda 43 böyük bərabər mənfi 3x-i atıram sağa olur müsbət 3x. İfadələrin yerini dəyişək. Bərabərsizlik işarəsi dəyişir. 3x kiçik bərabərdir 43. Sonra x kiçik bərabər 43 böl 3. X kiçik bərabər 43-ü 3-ə böləndə 14 tam 3-də 1 alınır. Belə 42 tam bölünür, qalıq 1. İndi x dedik ki, kitabların sayıdır. X 14 tam 3-də 1-dən kiçik olmalıdır. Nə ola bilər? 14 ola bilər. 13 ola bilər. 12 ola bilər və s. davam edir. 1 ola bilər. Yəni mağazaya getdim, bir kitab aldım. Kitabxanadan bir kitab aldım. Heç kitab almaya da bilərəm. Yəni 0 kitab alaram. 50 manat pulum. Hamısını evə gətirərəm. Bir kitab alaram, məsələn 3 manatdan. Alır, neçə manat pulum qalır? 47 manat pulum qalır. Yəni 7 manatdan az olmur. Ən çox 14 kitab ala bilərəm. 14 kitab 3 manatdan olur 42 manat və 8 manat pulu evə gətirərəm. Bizə də deyir ki, Akif ən çox neçə kitab ala bilər? Cavab olur 14. Cavabımız 14-dür. Həll üsulu budur. İndi məntiqlə necə tapmaq olar? Gəlin buna birinci üsul yazaq. Bu olsun 1. Bir də 2-yə baxaq. 2 daha sadədir. İkinci üsul. Deyir ki, Akifin 50 manat pulu var. Akif biri 3 manatdan ən çoxu neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın. Elə bil ki, Akifə 50 manat pul veriblər. Atası 50 manat pul verib ki, get kitab al. İstədiyin qədər kitab al, amma 7 manatdan az pulun qalmasın. Yəni axırda gələndə mənə heç olmasa 7 manat pulu ver. Onda Akif fikirləşər ki, xırdası varsa Akifin. Deyər ki, mən bu 7 manatı çıxım buradan. Qalsın mənim 43 manatım. 7 manatı qoyur sol cibinə. Deyir ki, bu atamın puludur, atama verməliyəm bunu. 43 manatı da qoyur sağ cibinə. Deyir ki, bunu xərcləməliyəm mən, kitab almalıyam. Aha. Sonra kitabın qiyməti də 3 manatdır. 43-ü bölür 3-ə. Yəni fikirləşir ki, mən 3 manatdan kitab almalıyam. 43 manata neçə kitab gələr? 43-ü bölür 3-ə. Görür ki, 14 alınır. Hətta qalıq da var 1 manat. 1 manat qalıqdır. Yəni atası demişdi ki, ən az 7 manatı mənə gətirərsən. Amma 3 manatdan kitab alır 14 dənə. 14 dənə kitab 3 manatdan 42 manat eləyir. Hətta 1 manat da qalır. 1 manat da aparır yenə sol cibinə qoyur. Deyir ki, 8 manatı aparıb atama verim. Yəqin ki, aydın oldu. Yəni belə tapmaq daha rahatdır. Deməli 14 kitabı ala bilər. İndi 21-ə baxaq. Yenə 2 üsulla baxaq. 21. 40 manat pulu var. 2 manatdan kitab alır. Yəni çıxıram 2x-i. Qalan pul 40 çıx 2x-dir. Qalan pulu tapdım. 5 manatdan az olmasın. Yəni böyük bərabər 5 yazıram. Yenə 5-i sola atıram. Qalır 35. Böyük bərabər 2x. Yerini dəyişdirirəm. 2x kiçik bərabər 35. 35-i bölürəm 2-yə. Alınır 17 tam
Onda 5 yazaq. 17,5. Deməli, Akifin pulu 17,5-dən, daha doğrusu kitab sayıdır bu. Kitab sayı 17,5-dən kiçikdir. Ola bilər 17, 16, 0-a qədər ola bilər. Yəni Akif kitab almaz, pulun hamısını aparıb atasına verə bilər. Ən çox neçədir? Ən çox 17-dir. Yenə birbaşa məntiqlə tapmaq üçün yenə fikirləşirik ki, bunun 40 manatı var. 5 manat pulu atasına qaytarmalıdır. 5 çıxıram, qalır 35. Yenə eyni formada fikirləşib 5-i qoyur sol cibinə, 35-i sağ cibinə, 5-i atasına verməlidir, 35-i isə xərcləməlidir, kitab almalıdır. 35-i bölürəm 2-yə, çünki 2 manatdan kitab alır. Alınır 17, qalıqda 1 manat qalır. Bu 1 manatı da qoyur 5-in üstünə, 6 manat evə gətirir. Və 17 dənə 2 manatlıq kitab alır. Yəni 34 manatını xərcləyir, 6 manatını isə evə gətirir. Belə. Cavab olur 17. Belə, əziz şagirdlər, dərsim bu qədərdir. İkinci bölmənin izahını da verdim. İnşallah gələn dərs 3-cü bölmənin də izahını verəcəm. Ümid edirəm ki, sizə yararlı oldu. Təşəkkür edirəm, sağ olun.